صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ahmeduhu ve esta'inu ve estağfiruhu ve etevekkelu aleyh. Ve usalliye ve usallim ala habibihi Resulil azam. Seyyidina Muhammedin Mustafa. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ve alihi tahirine siyyema aliyyin emiril mu'minin. Ve habibetihi zehra'il merziye vel hasen vel Hüseyin seyyide şebab ehlil cennet ve Ali ibnil Hüseyin zeynil abidin ve Muhammed ibn Ali'l Bakir ve Cafer ibn Muhammed'in Sadik ve Musa ibn Cafer'in Kazim ve Ali ibn Musa Rıza ve Muhammed ibn Ali'l Cevat ve Ali ibn Muhammed'in Hadi ve Hasan ibn Ali'l Zeki'l Askeri vel Hüccet ibn'l Hasan'l Qaim'l Mehdi. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Salavatullahi aleyhim ecma'in. Usikum ve nefsi bi tekvallah. Təqvalılar bir xüsusiyyəti də və birinci xutbədə oxuduğum ayənin ardında belə vurğulanır. Vəllezîne izâ fe'alû fâhişeten ev zalemu enfusahum zekerullah festağferû lizunûbihim ve men yagfiru'z-zunûbe illallah ve lem yusirru alâ mâ fe'alû ve hum ya'lemûn. Möminlər, təqvalılar o şəxslərdir ki, günah iş görəndə və özlərinə, nəfslərinə zülm eləyəndə Mü'təzilə arasında bunu qeyd edir. Baxın, bəzən təqvalılar da Quran ayəsi. Günah eləyə bilər, xətiyə mürtəkib ola bilər, hər hansı bir çirkin əmələ mürtəkib ola bilər. Amma ardına qulaq asın. Əgər bu günah eləsə zəkərullah, Allahı xatırlayar və peşman olar, bağışlanma diləyər Allahdan. Və sonra da belə deyər ki, ilahi, səndən başqa günahları bağışlayan kimdir? Və ləm yusirru alə mə fəalu. Önəmli budur. Və o günahında israr eləmir. Bir xətadır, günahdır, bir çirkin əməldir, mürtəkib oldu, ola bilər. Təqvalıdır, insanda hətta ola bilər. Amma dərhal vicdanı oyanır, dərhal Allahı yad edir, bağışlanma diləyir və çalışır, israr eləməsin o günahda. Allah inşallah bizləri də təqva əhlindən qərar versin. Amin. Qarşıdan matəm ayı, Məhərrəm ayı gəlir. Mən İmam Hüseyin əleyhissalamın qiyamının əsas hədəflərindən biri olan əmr bil məruf və nəhy-əz münkər barədə bir neçə məsələyə ikinci xutbədə işarə eləyəcəm. Məhərrəm ayının ikisi bildiyiniz kimi İmam Hüseyin əleyhissalamın Kərbalaya daxil olduğu gündür. Alimlər bu günü əmr bil məruf və nəhy-əz münkər günü kimi adlandırıblar. Bu münasibətlə bu əhəmiyyətli mövzu barədə bir neçə kəlam, hədislər, Quran ayələri əsasında qeyd eləyəcəm, amma Məhərrəmlik ayı gəldiyi üçün bir neçə kəlmə bu əza ayı barədə və alimlərin tövsiyəsi barədə qeyd etmək istəyirəm. Baxın, ilk önəmli məsələ budur ki, özümüzdə bir əzadarlıq halı yaratmalıyıq. Bu aya daxil olmazdan öncə, bu ay boyunca ilk öncə ruhumuzda. Ən önəmli budur ki, ruhumuzda, qəlbimizdə, nəfsimizdə əzadar olaq. Bu halı özümüzdə tapaq. Ay boyunca çalışaq, davam etdirək. İmamlarımızdan ibrət alaq, onların yolunu gedək. Məsumlarımızdan İmam Kazim əleyhissalama nisbət verilir.
evladı İmam Rıza əleyhissalam buyurur ki, atam Məhərrəm ayı daxil olanda atamı üzünü gülən görməzdi. Biz də öz həddimizdə bu halı yaratmalıyıq. Qeyd elədiyim kimi, ilk öncə özümüzdə, ruhumuzda və bundan sonra evlərimizdə, iş yerlərimizdə, hansı şəraitdə qərarlaşmışıq, çalışaq bu abu-havanı yaradaq, bu abu-hava ilə daxil olaq Məhərrəmlik ayına və bu ay boyunca bunu qoruyub saxlayaq. Və heç şübhəmiz olmasın, əziz İslam Peyğəmbərinin nəvəsinə, Allah höccəti imama qoyduğumuz ehtiramın mütləq nəticəsini görəcəyik və təsirini həyatımızda görəcəyik. Kimin hansı həddə mərifəti varsa, mərifətdən məqsəd onlara qarşı agahlığı varsa, hansı həddədirsə, o həddə də riayət edəcək. Amma bacardığımız qədər bunu artırmalıyıq. Birinci məsələ deməli buydu. İkinci önəmli məsələ Məhərrəm ayı barədə, bu önəmli aydır. Bizim bəzi böyük alimlərimiz din barədə buyururlar ki, biz müsəlmanların, biz şiyələrin nəyi varsa Məhərrəm Səfər ayındandır. Bu adi günlər kimi bir hadisə deyil, yanından elə o birisi günlərdən nətər keçirir. Bu məktəbdir. Yəni insanlıq məktəbidir. Həqiqətən məktəbdə neyirlər? Dərs alırlar. Bu vaqiədə də Məhərrəmliyə daxil oluruq. Burada ən önəmli məsələ Allah hüccətidir. Baxın, digər bütün məsələlər haşiyədir. Önəmli olan Məhərrəmlikdə Kərbəlanın qəhrəmanı, həqiqi qəhrəmanı İmam Hüseyni tanımaqdır. Ona diqqət ayırmaqdır. Onun qiyamının mahiyyətinlə tanış olmaqdır. Bu da başqa bir alimlərin önəmli tövsiyəsidir ki, Məhərrəm ayı yalnız sinə vuraq, bu məclislərdə iştirak eləməklə kifayətlənməyək. Bunlar hamısı müqəddəsdir, çox gözəldir. Onlardan daha gözəl və imamın istədiyi həm də bu məsələdir. İmam Hüseynin həyatıyla tanış olaq. İmam Hüseynin qiyamının hədəflərinlə, mahiyyətinlə tanış olaq. İmam Hüseyin bu qədər fədakarlığı buna görə eləyib ki, biz dinlə tanış olaq. Biz İmam Hüseynin hədəflərinlə tanış olaq. İmkanımız olsa bu ayda ümumi məclisdən əlavə də Aşura ziyarəti oxuyaq. Çox tövsiyə edirlər alimlər, xüsusilə Məhərrəmlik ayı boyunca imkanı olan ərbəyinə ki, Məhərrəm ayından İmam Hüseyin əleyhissalamın 40-ına kimi Aşura ziyarəti oxumaq. Aşura ziyarəti barəsində alimlərin çox tövsiyələri var. Bu günlərdən əlavə hər gün oxumağı tövsiyə edirlər və bir çox nəqillər var alimlərdən. Bir alimin mən xatirəsini xatırladıram Aşura barədə. Bir böyük alimlərdən biri dünyasını dəyişir, o birisi alim dostunun yuxusuna girir. Yuxusuna girəndə bu sağ olan alim bərzəxdəki, qəbr aləmindəki vəziyyətini ondan soruşur. O soruşanda ona bir cavab verir ki, bilsəydim Aşura ziyarətini daha çox oxuyardım. O alim hər gün Aşura ziyarət oxuyurmuş. Bilsəydim daha çox Aşura ziyarət oxuyardım. Bu da başqa bir məsələdir. Qara libas geyinmək bu əza məclislərinin şüarlarındandır. Bu zahiri ədəbdir ki, buna da gərək riayət edək, azadar olduğumuzu göstərir, amma o qəmi zahirimizdən çox gərək qəlbimizə daxil edək. Və ən önəmli sonuncu qeyd elədiyim məsələ də bu ayda çalışaq özümüzü dəyişək. Yəni Məhərrəmlik ayı gəlir və mən o ayda iştirak edirəm, o aydan çıxanda mən artıq dəyişilmiş olum. Qarşıma bu hədəfi qoyum, müsbət tərəfə. Allah eləməsin,
yerimdə qalmağı demirəm. Bəzən adam o geriyə də diqqət eləməsə geriyə düşə bilər. Amma mənim qarşıma hədəf bu olmalıdır ki, mən bu ayda istəyirəm dəyişən, müsbət tərəfə dəyişikliyim olsun. Və bu da sadəcə istəməklə deyil, gərək dindən bildiklərimi mən icra eləyəm. Qeyd elədiyim kimi Məhərrəm ayının 2-si İmam Hüseyin əleyhissalamın Kərbəla torpağına daxil olduğu gündür. Əmr bi məruf və nəhy-əz münkər günü kimi adlandırılır. Bu önəmli ilahi vacibat barədə bir neçə məsələ qeyd etmək istəyirəm. Əziz İslam Peyğəmbəri Həzrəti Muhammed buyurur ki, mənim ümmətim nə qədər ki əmr bil məruf və nəhy-əz münkər edir. Əmr bil məruf yəni yaxşılığa əmr eləmək, yaxşılığa dəvət eləmək və pislikdən çəkindirmək. Nə qədər ki bu əmri icra eləyir, yaxşı yaşayacaqlar. Əgər belə olmasa, bərəkət onlardan götürüləcək. Bu ilahi vəzifə o qədər önəmlidir ki, İmam Əli əleyhissalam evladlarına vəsiyyətində belə buyurur. Bu vəzifəni tərk etsəniz, elə bütün müsəlmanlara olan vəsiyyətidir həzrət. Bu vəzifəni tərk etsəniz, pis insanlar sizə hakim olacaq, sizə hökm edəcək. Buna oxşar bir hədisi Həzrəti Peyğəmbər Əkrəm buyurur ki, siz gərək əmr bi məruf və nəhy-əz münkər edəsiz. Əks halda Allah o şər insanları, pis insanları, zalim insanları sizə hakim eləyər. Və belə olduğu halda, o zalimlər sizə hakim olduğu halda, yaxşılarınız nə qədər dua eləsələrdən üstəcab olmaz. Baxın, bu ilahi vacibatı tərk etmək görün, nələrə gətirib çıxardır. Zalim hakimin müsəlmanlara müsəllət olmasına və hətta o Allaha yaxın insanların, pak insanların dualarının qəbul olmamasına. Hər şeydən öncə Allah Taala bu ilahi vəzifəyə bizi əmr edir. Quran-ı Kərimdə buyurur, sizin aranızda bir dəstə olmalıdır, bir qövm olmalıdır ki, insanları yaxşılığa dəvət edib, pislikdən çəkindirsin. Belə olduğu halda siz xeyirli ümmət olursunuz. Yəni, bir ümmət əgər bu ilahi vacibatı tərk edibsə, xeyirli ümmət deyil, Quran təbirində. Nə qədər ki, Quran buyurur, nə qədər bu əmrə riayət edirsiniz, yaxşılığa dəvət və pislikdən çəkindirmə, xeyirli ümmətsiz. Allah Taala Bəni İsraildən olan bir dəstəni Davud əleyhissalamın və Həzrəti İsa əleyhissalamın dilindən lənət eləyir və səbəbi də budur ki, onlar bir-birlərini pis işdən çəkindirmirdilər. Başqa bir ayədə Allah Taala Məsihi alimlərini və Yəhudi alimlərini məzəmmət edir ki, siz nə üçün insanları pisliklərdən çəkindirmisiniz? Sizə nə olub ki, bu ilahi əmri yerinə yetirmisiniz? Və bu elə bir məsələdir ki, bunun təsiri bir nəfərə deyil. Müsbət tərəfi də cəmiyyətə aiddir, mənfi tərəfi də cəmiyyətə aiddir. Bayaq qeyd elədiyim hədis kimi. Bu məsələ tərk olunur bir cəmiyyətdə. Allah Taala bütün o cəmiyyəti hədisə əsasən əzaba düçar eləyir. Bir hədisdə var, hər hansı bir pisliyi görüb ona susan o həmin pislik edənlərin günahında şərikdir. Amma bu o qədər önəmli məsələdir ki, bunun təsiri və mənfi tərəfləri bütün cəmiyyətə sirayət edir. Bu hamıya aid olan bir məsələdir.
İmam Sadiq əleyhissalam buyurur, bu vəzifə vacib olanda onu tərk etsəniz, malınızdan bərəkət çəkilər. Kərbala vaqiəsində İmam Hüseyin əleyhissalamın başlıca hədəflərindən biri budur. Buyurur, mən cəddim Peyğəmbərin ümmətində islahat aparmaq üçün, əmr biməruf və nəhyəz münkər etmək üçün qiyam etmişəm. Yəni İmam Hüseyin əleyhissalamın qiyamının səbəbi o həzrətin öz dilindən əmr biməruf və nəhyəz münkər idi. Bu məsələ hər bir kəsin boynunda olan bir vəzifədir. Bu məsələni iki formada icra eləmək olar. Biri var fərdi formada, hər kəsin öz qüdrəti çatdığı formada gərək bu işi yerinə yetirsin. Bir də qrup formasında. Misalını mən qeyd edeyim, misalla aydın olsun. Baxın, bir nəfər əgər yol hərəkət qaydalarını pozursa, başqalarının da o əmin-amanlığına zərər toxundurursa, o zaman həm digər sürücülər onu o işdən çəkindirirlər, siqnal verməklə və digər məsələlərlə. Həm də polis bunun bir orqan olaraq qarşısını alır. Deməli, bu iki formada icra oluna bilər. Bizim öhdəmizə düşən öz həddimizdə bu ilahi əmri yerinə yetirməkdir. Və bu qrup olaraq icrasının daha kamil forması İslam hakimiyyətində bir qüdrətin formalaşmasından sonra baş verir. Və bu məsələdə İslam hakimiyyətinin nə həddə önəmli olduğuna da işarədir. Amma başqalarını xeyrə dəvət edən və pislikdən çəkindirən ilk öncə İslamşünas olmalıdır, insanları tanımalıdır, o metodu tanımalıdır. Ona görə Allah Teala buyurur, sizlərdən bir qrup olsun ki, insanları yaxşılığa dəvət edib, pislikdən çəkindirsin. Məraci təqlidlərimiz bu işi vacibi kifayə bilirlər. Yəni bir dəstə əgər bu işi yerinə yetirdi, başqalarının öhdəsindən götürülür. Eləməyənə kimi hamı boynunda bir vəzifədir bu. Mən bu məsələnin əhəmiyyəti barədə eşitmişsiniz, şəraiti barəsində də işarə edeyim, sözümü yekunlaşdırıram. Baxın, əmr biməruf və nəhyəz münkərin risalələrə əsasən, mərci təqlidlərimizin risalələrinə əsasən bir neçə əsas şərti var. Biri budur ki, məruf və münkərə onu eləyənin elmi olsun. Mən istəyirəm xeyrə dəvət edeyim və pislikdən çəkindirib, gərək mənim elmim olsun ki, bu doğrudan xeyirdir, İslam baxımından və yaxud pislikdir. Baxın, bunun mənası bu deyil. Mən bunları bilmirəm, mənim boynumdan vəzifə götürüldü. İslam dini həm bir tərəfdən deyir, bu işi icra elə, həm bu şərti qoyur. Bunun mənası budur ki, örgən düz yerinə yetir. Sən gərək başqasını xeyrə dəvət eləyəsən, digərlərini pislikdən çəkindirəsən, amma necə istədiyin formada yox. İlk öncə öyrənəsən, xeyir nədir, şər nədir, bu şəraitlərlə tanış olub düz icra eləyəsən. Mənası bu deyil ki, bu məsuliyyəti boynumuzdan qaçırdaq. Sadəcə Allah istəyir ki, bir işi icra eləyirik, keyfiyyətli icra eləyək. Başqa bir şərt budur ki, təsir ehtimalı verək. Mən birini xeyrə dəvət eləyirəm və pislikdən çəkindirirəmsə, o qarşı tərəfdə ehtimal verməliyəm ki, bunun təsiri olacaq. Bu ehtimalı verməsən mənim vacib deyil. Üçüncü şərt budur ki, qarşı tərəf günahda israr eləsin. İndi bir nəfərdir, mömindir, müsəlmandır, büdürüyüb, hər hansı bir səhv iş yerinə yetirə bilər. Bu vaxtı mənə vacib deyil, dərhal onu əmr biməruf və nəhyəz münkər edim. İsrar məsələsi də növbəti şərtdir və sonuncu şərt budur ki, bunun bir fəsadı olmasın, zərəri olmasın mənə. Mən əgər bir əmr biməruf və ya nəhyəz münkər etməklə mənim canım, malım təhlükəyə düşürsə, ibtidai olaraq ilk öncə ümumi dinimiz icazə verir.
Bəli, istisnası budur ki, mənim canımı təhlükəyə atmağımın o həmin məsələdə faydası daha çoxdursa, yəni təsiri olacaqsa, necə ki, alimlərimiz İmam Hüseyin əleyhissalamın qiyamını belə açıqlayırlar. İmam Hüseyin əleyhissalam bilirdi şəhadətini, amma o bəzi nadan insanların təbiri ilə desək, özünü Quran ayəsi ki, deyir, özünüzü təhlükəyə atmayın. Sual edirlər və İmam Hüseyin əleyhissalam özünü təhlükəyə atmağı deyil bu. İmam Hüseyin əleyhissalamın bu fədakarlığından İslam Peyğəmbəri buyurur, Hüseyin məndəndir, mən də Hüseyinnənəm. Mənası budur ki, yəni İmam Hüseynin bu qiyamı dinin, o aradan gedən dinin yenidən öz xəttinə qayıtmasına səbəb olur. Bəli, belə təsiri olandan sonra bunu gərək o müqayisə eləyək. Amma bir adam bunu ehtimal versə, bəli, o təhlükə də olsa, orada gərək o vəzifəni yerinə yetirsin. Amma belə bir təsiri olmasa, bir təsirini verməsə və can təhlükəsi olsa, dinimiz icazə vermir. Bu 4 dənə şərtdir ki, qeyd elədim, bir dəvət etdiyim xeyrə və o pis işə elmim olmalıdır. Qarşı tərəfdə təsir etmə ehtimalı verməliyəm. Qarşı tərəf günahda israr eləyən şəxs olsa, indi bilməyərəkdən hər hansı bir günaha mürtəkib oldu, vacib deyil. Və bir də zərəri olmamalıdır. Əmr biməruf və nəhy əz münkər eləyən şəxsə. Bu şərtlər gerçəkləşsə, o zaman əmr biməruf və nəhy əz münkər mənə vacib olur. Baxın, bu o qədər önəmli məsələdir. Təəssüflər olsun, tərk olunur. Bir hədisdə mən qabaq qeyd eləmişdim. Məsumlarımız buyurur, bütün xeyir əməlləri, nə qədər ağlınıza xeyir əməl gəlir, tərəzin bir gözünə qoysaz. Və bu ilahi vəzifəni, əmr biməruf və nəhy əz münkəri digər gözünə qoysaz, bu ilahi əmr bütün əməllərdən ağır gələr. Səbəbini bu hədislər qeyd elədik, bir bazı fikirləşməklə adam başa düşür ki, bütün digər xeyir işlərin icrası buna bağlıdır. Baxın, bu məsələ tərk edildikcə nə qədər fəsadlar, cəmiyyət dindən baxın nə qədər uzaqlaşır. Səbəbi bu ilahi əmrin icra olunmamasıdır. Hərə öz həddində məsuliyyət daşımalıdır. Bu məsələdə heç kim laqeyd olmamalıdır. Allah istəyir ki, bu əmrlər nə üçündür? Allah Teala istəyir bizi o laqeydlikdən çıxartsın. İnsan laqeyd olmasın, diqqətli olsun başqalarına qarşı. Həm özünü düzəltsin, Allah yolunda qərarlaşsın. Həm başqaları üçün bunu istəsin. Bu ondan ötəridir. Əgər bunu tərk eləsə, fəsadlarından ən böyüyü budur. Allah zalımı, o toplumu, o cəmiyyətə hakim eləyər. Və dəyişilməsi üçün mövcud olan şəraiti dəyişməsi üçün insan əlindən gələni eləməlidir. Bir yerdə bir şəraiti var, görürəm ki, bir xanımdır, hicaba riayət eləmir, gözəl formada, gözəl şəkildə mən gərək bu əmr biməruf eləyim, mənim vəzifəm budur. Sən onun təsirini burax Allahın öhdəsinə. Sənin vəzifən, Allah səndən bunu istəyir. Bir nəfər görürsən yanında danışır şərabdan, şərab içməkdən, sən bir kəlmə onu çəkindir bu işdən ki, Allahın qadağasıdır. Ya namaz qılmır, görürsən Allahın əmrini xatırlad ona. Bu vəzifələr tərk olunduqca, adam laqeyd olduqca cəmiyyətdə müsəlmançılıqdan bir əsər əlamət qalmır. Bu namaz kimi vacib bir vəzifədir. Belə deyil ki, mən istəyirəm bunu eləyəm, istəməsəm eləməyim. Necə ki, namaz qılmağımız vacibdir, bu əmri də yerinə yetirmək vacibdir. Sonda bu məsələni də qeyd edeyim. Yaxşılığa dəvət həm Quran ayələrində, həm hədislərdə yaxşılığa dəvət pislikdən çəkindirməkdən müqəddəm gəlib həmişə. Birinci başqalarını pislikdən çəkindirməzdən öncə o da şərait olsa, onu da yerinə yetirməliyik. İlk öncə insanları xeyrə dəvət eləməliyik. Bunun səbəbi nədir? Əgər biz
xeyrə dəvət eləsə, xeyirlər çoxalsa, o pisliklər öz-özünə aradan gedəcək. Mənim heç pislikdən çəkindirməyə ehtiyacım olmayacaq. Əgər yaxşılığa dəvət eləsə. Allah təbarək və Teala bu ilahi vəzifə ki, İmam Hüseyin əleyhissalam əhli əyalından keçdi. İmam Hüseyin əleyhissalam öz canını, balasını bu yolda fəda elədi. Bu məqsədlə Allah Teala inşallah bu vəzifəyə qarşı bizi laqeyd olanlardan qərar verməsin. Amin. Allah Teala müsəlmanları, müsəlman cəmiyyətini islah etsin. Amin. Allah Teala müsəlmanlara agahlıq, bəsirət, yəqin, iman inayət eləsin. Amin. Allah Teala İslam düşmənlərinə, məxsusən insanlıq düşməni, İslamla, Allahla mübarizə aparan Amerika və İsrailə lənət eləsin. Amin. Onları tezliklə müsəlmanların qarşısında məğlub qərar versin. Amin. Allah Teala İslam bayrağını bütün bayraqlardan uca eləsin. Amin. Müsəlmanlara tezliklə izzətli qələbə nəsib etsin. Amin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahus samədu ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim və esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.